Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 2-ci sinif riyaziyyat dərsliyindən tapşırıqların izahını verəcəm. Həndəsi fiqurlar. Əvvəlcə öyrənmə materialına baxaq. Düz xətt, düz xətt, düz xətt nədir? Əyilmədən hər iki tərəfə uzanır. Gördüyümüz kimi əyilmədən hər iki tərəfə uzanmışdır. Parça düz xəttin iki nöqtəsi arasında qalan məsafədir. Parça düz xəttin iki nöqtəsi arasında qalan məsafədir. Qalan hissəsidir. Əyri xətlər isə diqqət edirik, düz olmayan müəyyən hissələrə əyilən xətlərdir. Şəkildə düz xətt, parça və əyri xətləri göstərin. Baxırıq, görürük ki, iki nöqtə var və bunlar arasında müəyyən bir hissədə düz xətt çəkilmişdir. Parça haqqında hansı fikri işlətdik? Düz xəttin iki nöqtəsi arasında qalan hissəsi, iki nöqtə arasında qalan hissə düz xəttdir, parçadır. Bu olacaq parça, bu olur düz xətt, əyri xətt. Bu da əyri xəttir, düz xəttir, parçadır, parçadır. Davam edək. Dəftərinizdə düz xətt, parça, əyri xətt çəkin. Düz xətt çəkə bilərsiniz. Sonra iki nöqtə qeyd edib, sonra bunlar arasında müəyyən məsafə çəkərsiniz. Onlar parça və əyri xətlər də çəkə bilərsiniz. Növbəti ikinci tapşırığa baxaq. Hansı fiqurlar yalnız parça ilə, yalnız əyri xətlə, həm parça, həm də əyri xətlə çəkilib. Baxırıq ki, birinci fiqur yalnız yəni parça ilə çəkilmişdir. İkinci əyri xətlərlə çəkilibdir. Baxın, xətlər əyridir. Üçüncü fiqur həm əyri xət, həm də parça ilə çəkilmişdir. Dördüncü fiqur parça ilə çəkilmişdir. Burada olan fiqurlar görürük ki, əyri xətlərlə çəkilibdir. Xətlər əyridir. Burada isə həm düz xətdən, həm də əyri xətlərdən istifadə olunmuşdur. Başlanğıcı bir nöqtədə olan iki parça bucaq əmələ gətirir. Bucaq nədir? Başlanğıcı bir nöqtədə olan iki parça bucaq əmələ gətirir. Həndəsi fiqurlarda bir təpədən çıxan iki tərəf bucaq əmələ gətirir. Həndəsi fiqurlarda bir təpədən çıxan iki bucaq nə deməkdir? Baxın, təpədir və iki tərəfə bucaqlar çıxır, xətlər çıxıb. Bu isə bucaq əmələ gətirmiş olacaq. Tapşırıqlar üzərində diqqət edək. Diqqət, əyri xət bucaq əmələ gətirmir. Baxın, əziz şagirdlər, bunu yadımızda saxlayaq ki, əyri xətlər bucaq əmələ gətirmir. Demək ki, bucaq əmələ gətirən xətlər düz xətlər olur. Baxın, burada düz xətlər var və bucaq əmələ gətirmişdir. Digər tapşırıqlara baxaq. Burada bizə sual verir. Fiqurdakı hansı xətlər bucaq əmələ gətirir? Baxın, burada düz xətlər verilmişdir. Düz xət olan hissəsi bucaq əmələ gətirir. Amma əyri xət olan hissəsi, bu hissələr bucaq əmələ gətirmir. 3-ə baxaq. Bucaqları göstərin. Baxaq. Görürük ki, qayçının bu hissəsi iti bucaq əmələ gətirmişdir. Burada iti bucaq görürük. Düz bucaq. Burada düz bucaq daha çox. Baxsaq görürük düz bucaqdır. Aha. Sonra burada düz bucaqlar vardır. Qarpızın bu hissəsi isə kör bucaq əmələ gətirmişdir. Bura əyri olduğu üçün bucaq əmələ gətirmir. Hər fiqurun neçə bucağı var? Burada əslində deyil, bizə bucaqları göstərin. Hansı bucaq olması qeyd etməsək də olar. Yəni, bucaq əmələ gətirən hissəsi budur. Burada bu hissələr bucaq əmələ gətirmişdir. Burada da bu hissə bucaq əmələ gətirir. Hər fiqurun neçə bucağı var? Baxın, 1, 2, 3, 4. Bu fiqurun 4 bucağı var.
Bax, bucaq bu künc kimi olan hissələrdir. Digər fiqurun 1, 2, 3, 4, 5. 5 bucağı var. 1, 2, 3, 4. 4 bucağı var. Dairənin bucağı yoxdur. 1, 2, 3, 4, 5. 5 bucağı var. Kvadratın bitişik tərəfləri arasında bucaq düz bucaqdır. Düz bucaq bu cür işarə olunur. Baxın, düz bucaq necə işarə olunur? Bu qaydada. Bizə qayda olaraq nə verildi? Kvadratın bitişik tərəfləri arasında bucaq düz bucaqdır. Düz bucağın da işarəsi verildi. Burada sizə müstəqil iş verib, praktik işdir və bucaqlarla tanış olaq. Şəkildəki bucaq düz bucaqdan kiçikdir. Baxın, bu iti bucaqdır. Buradan aydın olur ki, iti bucaq düz bucaqdan kiçikdir. Bu isə kör bucaqdır. Kör bucaq. Kör bucaq isə düz bucaqdan böyükdür. İti, kör, düz bucaqları göstərin. A bəndi kör bucaqdır. B-də olan iti bucaqdır. 90 dərəcədən kiçikdir. İti bucaq, kör bucaq, düz bucaqdır. 90 dərəcəyə bərabərdir. D variantında iti bucaqdır. 90 dərəcədən kiçik olan bucaqlardır. E-də olan düz bucaqdır. Düz bucaq 90 dərəcəyə bərabərdir. F-də isə kör bucaqdır. Kör bucaq 90 dərəcədən böyük, 180 dərəcədən kiçik olan bucaqdır. 6-cıya baxaq. Samirin dəftərindəki iki müxtəlif fiqur çəkdi. Onun çəkdiyi fiqurların cəmi 7 bucağı var. Samirin çəkdiyi fiqurlar hansılardır? Samir 2 dənə fiqur çəkibdir və bizə deyir ki, onun çəkdiyi fiqurların cəmi 7 bucağı var. Bu 2 dənə bucaq biz hansıları götürə bilərik ki, cəm 7 eləsin? Baxın, gəlin əvvəl üzərində qeyd edək. Bu neçə bucaqlıdır? 3 bucaqlı, düzdürmü? Bu 5 bucaqlıdır. Dediyimiz kimi, əyri xət varsa, əyri xət bucaq əmələ gətirmir. 4 bucaqlıdır. Bu isə 6 bucaqlıdır. Samirin çəkdiyi fiqurun cəmi 7 bucağı varsa, bunlardan hansının cəmi 7 edəcək? Əlbəttə ki, 3 bucaqla 4 bucaqlının cəmi 7 edəcək. Demək, 1, 3 bucaq, bir dənə də kvadrat çəkmişdir. 7-ci tapşırığa baxaq. Uşaqlar futbol oynamağa başlayanda saatın əqrəbi iti bucaq, bitirəndə isə kör bucaq əmələ gətirirdi. Onlar neçə saat futbol oynadılar? Baxaq, futbol oynamağa başlayanda saatın əqrəbi iti bucaq idisə, demək ki, saat neçə imiş? Saat 2 tamam imiş. Bir dəqiqə. Aha. Uşaqlar futbol oynamağa başlayanda saatın əqrəbi iti bucaq, bitirəndə isə kör bucaq imiş. Baxırıq ki, uşaqlar futbol oynamağa başlayanda iti bucaq imişsə, iti bucaq baxın, saatın əqrəbinə diqqət etsək görərik ki, iti bucaq göstərən əqrəbdə kiçik əqrəb 2-nin, böyük əqrəb 12-nin üzərindədir. Buradan aydın olur ki, uşaqlar saat 2 tamamda futbol oynamağa başlayıblar. Futbol bitəndə saatın əqrəbi kör bucaq imiş. Gördüyümüz kimi kör bucaq buradadır. Burada düz bucaqdır. Demək ki, bu deyil. Kör bucaqda isə saat 4 tamamdır. Uşaqlar 2 tamamda futbol oynamağa başlayıblar. 4 tamamda futbolu yekunlaşdırıblar. Bizdən deyir ki, onlar neçə saat futbol oynadılar? 2-də başlayıb 4-də yekunlaşdırıbsa, aydın olur ki, onlar cəmi 2 saat futbol oynamışlar.
İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik.